Peyğəmbər sallallahu aleyhi və səlləmin ədəbi, əxlaqı, onu ilə bağlı olan məsələlər hansılar ki, Rəbbimizin kitabında, Peyğəmbərimizin sünnəsində varid olub və bizə gəlib çatıb. Sallallahu aleyhi və səlləm Muazı Yəmənə zəkat yığmağa göndərəndə nə deyir ona? Deyir ki, İyyəkə və kəraimə əxlaqihim. Diqqət et, onların mallarının ən gözəl olanını götürmə. Yəni, ən nəfsini götürmə, ən dəyərlisini götürmə. Ona görə də insan ən gözəl olan əxlaqa sahib olmalıdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də işarə edib ən kamil müminin kim olmasına və deyib ki, əkməlül müminə imanən əhsənuhum xuluqan. Ən kamil mümin, ən gözəl əxlaqı olandır. Və hədis də Səhih İmam Əbu Davud və Tirmizi nəql edib və Şeyx Albani səhihləşdirib. Peyğəmbər sallallahu aleyhi və səlləm Əşəc Abdülqeys radiyallahu anhuya nə deyir? Deyir ki, İnnə fikə ləxuluqeyni yuhibbuhum Allah. Səndə iki əxlaq var, hansı ki Allah sevir onu. Əl-hilm və lənə. Hilm, yəni həlim olmaq, səbirli olmaq, və lənə, yəni tələsməmək. Baxmayaraq, hər ikisi səbirlə bağlıdır. Bu iki əxlaq hansı ki səndə var, Allah onu sevir. Deyir ki, ya Rasulallah, əhumə xuluqani təxəlləqtu bihimə əm cəbəlləni Allahu aleyhimə. Deyir ki, ey Allahın elçisi, bu iki əxlaq onu ilə mən əxlaqlanmışam, yəni əldə eləmişəm, qazanmışam, yoxsa ki Allah Taala məni onun üzərində xəlq edib. Deyir ki, sallallahu aleyhi və səlləm, bəl cəbələkə Allahu aleyhimə. Əksinə Allah Taala səni onun üzərində xəlq edib. Deyir ki, radiyallahu anh, əlhəmdülilləhilləzi cəbələni alə xuluqeyni yuhibbuhumə və rasulə. Həmd olsun o Allaha ki, məni sevdiyi, onun və Rəsulunun sevdiyi o iki əxlaq üzərində xəlq edib. Peyğəmbər sallallahu aleyhi və səlləmlə gələn hədis, milçəyin hədisi, hansı ki Səhih Buxaridədir, sabitdir. Deyir ki, Əbu Hurayra radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İdə vələqəd dübəbu fi şərabi əhədikum. Əgər milçək sizdən birinizin içkisinə düşərsə, yəni suyuna, onu batırsın, axıra qədər yəni suya, sonra atsın. Çünki onun bir qanadında zəhər varsa, digər qanadında nə var? Dərmanı var. Bu xəbər sadiqdir Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Və bu xəbər Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəldiyi üçün yəqin bilirik ki, qeybdən gələn bir xəbərdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm öz havasından danışmır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yalnız vəhiy ilə danışır. Çünki bəşərdir, ona vəhiy olunur və bəşər qeybi bilmir. Əksinə, Allah Taala nə deyir? Deyir ki, qul la aqulu lakum indi xəzainullah. Deyir ki, mən demirəm ki, məndə Allahın xəzinələri var. Və la a'lamul qeyb. Qeybi də bilmirəm. Və la aqulu lakum inni mələk. Mən demirəm ki, mən mələkəm. İn ətəbi'u illə mə yuhə ileyh. Mən yalnız mənə vəhiy olunana tabi oluram. Əzəmətli bir toplumun içində, əzəmətli bir toplantıda, hansı ki ümməti ilə cəm olub o yerdə, əzəmətli yerdə, həcdə, vida həccində nə deyib? Deyib ki, İnnə diməəkum və ənvalukum və əradukum aleykum haram. Deyib, həqiqətən sizin qanlarınız da, mallarınız da, namuslarınız da bir-birinizə haramdır. Kəhərməti yevmikum hədə. Sizin bu gününüzün qadağası kimi. Və fi şəhrikum hədə. Bu ayınızın qadağası kimi, hörməti kimi. Və fi bələdikum hədə. Bu şəhərinizin qadağası, hörməti kimi. Və hədis də səhiddir. İmam Buxari və Müslim rəvayət edib. Peyğəmbər s.ə.v deyir ki, İttəqullah heythu məkun. Harada olursan ol Allahdan qorx. Vətbə'd seyyətəl həsənətə təmhuvə. Pislikdən sonra, yəni pis əməldən sonra yaxşı əməl et ki, onu silsin. Və xaliqun nəsə bi xuluqul hüsn. İnsanlarla gözəl əxlaqla davran. Və hədis də səhih İmam Tirmizi rəvayət edib Muaz ibn Cəbəldən və Şeyx Albani də səhihləşdirib.
Ona görə bir kişi soruşur Peyğəmbər sallallahu aleyhi və səlləmlə, deyir ki, ya Rasulallah, mənə haqqun nəsi bi husnü musahibəti, yoldaşlıq, gözəl yoldaşlıq etməyimə layiq olan ən haqlı insan kimdir? O haqq sahibi kimdir ki, o ilə ən gözəl yoldaşlığı o ilə etməliyəm? Deyir ki, ümmət, deyir ki, anan. Deyir ki, sümmə mən, sonra kim? Deyir ki, anan. Deyir ki, sonra kim? Deyir ki, anan. Deyir ki, sonra kim? Sonra deyir ki, atan. Ona görə bəzi insanlarda tərsinədir. Görsən ki, bu həyat yolunda anası ilə olan rəftarı, gözəl əxlaqı arvadı ilə olan gözəl əxlaqdan fərqlidir. Anasına qarşı pis əxlaqdadır, həyat yoldaşına qarşı daha yaxşı əxlaqdır. Halbuki ən yaxını anasıdır. Ən gözəl əxlaqı ona göstərməlidir ilk növbədə. Çünki qadın insana yaxın olsa da, lakin qadın insana yaxınlığını əsir kimidir qadın insanın yanında, kişinin yanında. Peyğəmbər s.ə.v deyir ki, istəvtul bin nisəy xeyra. Qadınlar haqda gözəl tövsiyədə olun, gözəl davranmalarla. فَاِنَّهُنَّ عَوَانٍ لَكُمْ. Onlar sizin yanınızda əsirdir. Yəni, onlar sizin yanınızda əsir kimidir. Nədir Peyğəmbər s.ə.v sözündə məqsəd? Yəni, insan ən yaxın olanı ilə o yaxınlığa görə gözəl müamilədə olmalıdır. Ən yaxın olanı ilə daha çox yaxın olmalıdır. Daha gözəl müamilədə olmalıdır. Nəinki ondan biraz uzaq olanla, yaxın qohumla olan müamiləsi heç də uzaq qohumla olan müamiləsi ilə eyni deyil və ya ondan artıq deyil. Peyğəmbər s.ə.v eşidəndə ki, Peyğəmbər s.ə.v deyir ki, salih müminin misalı ilə, və ya doğrusu salihlə oturanın misalı ilə, pis insanla oturanın misalı nəyə bənzəyir? Körü yuran, ətir satanla, körü yuranla oturanın misalına. Körü yəni dəmiri əritmək üçün körü vurur ki, daha çox alov qızsın ki, dəmiri əritsin. Və deyir ki, Peyğəmbər s.ə.v ətir daşıyanın misalı ona və ya ətir daşıyanla oturanın misalı ona bənzəyir ki, ya sənə ətirindən hədiyyə eləyəcək, ya alacaqsan ondan ətir, ya da o qoxusundan nəsə dəyəcək sənə, o gözəl qoxudan. Amma körüyü ilə üfləyəndən isə ya paltarını yandıracaq, ya ondan pis qoxu hiss eləyəcəksən. Və dost çəkəndir, ya sən onu çəkəcəksən, ya o səni çəkəcək. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Ər-raculu alə dini xəlili. Kişi dostunun dinindədir. Fəlyandur əhədukum mən yuxalil. Baxsın sizdən biri kimlə yollaşdırıdır, kimlə dostluq edir.